Salam aleyküm, əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar. Döşürür Bəlahəninin rəhmətliğin ölümü Azərbaycan və İran medialarında, şəbəkələrində, sosial şəbəkələrdə çox böyük bir fikir tartışmasına səbəb olubdur. Və insanlarda bir maraq yaradıbdır. Mən döşürü Kanadada olarkən 3-4 il bundan qabağa ki daha 3-4 ildir 3 il olar heç olmasa mərizləmişdi, o qədər görə bilmədim, yəni əsla görənmədim. Ondan qabaq təqribən biz görüşərdik, çox vaxt 2 həftədən bir görüşərdik və o arada görərdik. Yəni cələsələrimiz olardı burada, döşürdə türklərin cələsələrinə gələrdi və müxtəlif süxənranlıqlara dəvət olardı, gələrdi. Normalda hamı ilə türkü danışardı. Yəni türkü cələsələrdə türkü danışardı, farsı cələsələrdə təbii ki farsı danışacaqdı. Amma dostlar baxın, bir dənə məsələ var, o da budur. İnsanlar çörək yemək məcburiyyətindədirlər. Yəni işsiz insan ola bilmir. Mənim işim qazetəçilikdir. 30 il qazetəçilikdən sonra indi mənim işim yoxdur hələ. Yəni qazetəçilik işi. Baxın, açıq danışaq da. Mən Radio Fərdədə işləsəydim $8.000 ayda istihdam olacaqdı. Günaz TV-də ayda çox illərin $1000 aldım. Yəni vəsətdə fərq var. Mən bu fərqi doldurmaq üçün $2400 məsələn mən ayda girək evin mortgacını filanın verəm. Mən bu işləyib bunu vermək üçün məcburam bir yerdə işləyəm. İndi hər kəsin, o farsın bir məsələ var. Hər şey daməş bir iş, bərfəş bir işlər, hər kəsin damı yekədir. Qarı da çoxdur. Xərci də çoxdur. Döşür Bəlahənidir. Yəni Döşür Bəlahəni də bir mənim kimi sadə bir adam deyil ki, onun da tanındığı üçün nə qədər çox tanınır, o qədər çox xərci ağırlaşır. Və təbii ki, əhliyalı var. Yaşamalıdır. Və bunu nə ilə yaşayacaq? Təbii ki, fars dili oxuyubdur, fars dilində dərs oxuyubdur və oradan pulu çıxır. Neynəsin? Amma mühüm budur ki, siz hangi dildə danışırsınız, danışın. Hangi dildə yazırsınız, yazın, önəm daşımır. Əgər o yazınız, o danışmağınız millətizi görsə də. Döşür Bəlahəni özünün dediyinə əsasən, çünki mən kitablarını oxumamışam. Ona görə də dostlar kitablarına görə danışırlar, mən danışmıram. Mən çünki Döşür Bəlahənin kitablarını oxumamışam. İndirmişəm bir-ikisini, amma hələ o fürsət eləməmişəm oxumağa. Xüsusən o bir kitabı vardır ki, ya ki, kamilən Azərbaycana görədir. Özünün sözlərinə qulaq asanda adam komünistlərlə bir fərqi var. Baxın, İranda insanlar neçə cürədir. Pan-İranistlər var, millilər var, milli məzhəblər var, pan-farslar var, komünistlər var və millətçilər var. Millətçilər, məsələn, mən, siz millətçi yox, Azərbaycan millətinin, Türk millətinin millətindən və millətindən difa eləməyə çalışırıq, onun haqlarını tanıtdırmağa çalışırıq, onu aydınlatmağa çalışırıq. Bunlar bizim əlimizdən gələn işimizdir. Amma İran deyilən məmləkətdə, yəni ərəb olsun, kürd olsun, bəluç olsun, türkmən olsun, qəşqai olsun, əlbəttə kürdlər istisna. Türklərin, türkmənlərin, bəluçların, filanların komünistləri İrancıdırlar, pan-İranisti komünistlər. Cəhanvətəniyə inanmırlar əslində. Onlar əslində cəhanvətəni deyəndə İran dünya bizdən olsun. Ya bir İran bütünlüğündə Rusiya ilə olsun düşünürdülər. Döşür Bəlahəni solçulardandır. Yəni, bilirik ki, Döşür Bəlahəni bir məzhəbi ailədə dünyaya gəlibdir. Bildiyim qədər iki qardaş bir bacıdırlar. Bildiyim qədər, bəlkə bilmirəm, bəzi şeylər var. Mən özündən eşitdiyim qədər
bacısı da, qardaşı da Döktür Bəlahəni rəhmətlik qədər dərs oxuyublar, Döktürad mədrəsələri var və danışqahlarda dərs deyirlər. Döktür Bəlahəni bir məzhəbi ailədə doğulubdur, məzhəbi sistemdə yekəlibdir, amma solcu olubdur. Və ömrünün başında da zindana düşüb demək olar. Yəni, Döktür Bəlahəni o adamlardandır ki, solcu olmağı ilə bilə İrançı olmayıbdır. Millətçi olubdur. Azərbaycançı olubdur. Hətta bunu mən biraz özümdən də utanıram. Çox da utandım sonralar. Amma deyim, bu qalsın tarixdə. Mən Günaz TV-də işlərkən Döktür Bəlahənini dəvət elədim, gəlsin proqrama. Onda türkü bərnaməm var idi hətta. Mənə qeyri-müstəqim halda dedi ki, mənə iş lazımdır, işləyəm. Yəni, televizyon mənə iş versin. Düzün axtarsınız, Günaz TV üçün pul vermirdi bizlərə, o qədər pul vermirdi. Mən Əhməd Obalıya demədim ki, Əhməd bəy, Döktür bu cür bir marağı vardı, istəsəz gələr işlər. Sonralar bir dəfə dedim Əhməd Obalı cənablarına, o da maraq göstərdi, amma danışdılar, danışmadılar, xəbərim olmadı. Bəlkə sonra mərizlədi. Yəni, mən də həmişə bunun pəşimanlığını çəkirəm ki, ey kaş mən deyəydim. Bəlkə Əhməd Obalı cənabları ona yaxçı pul verərdi. Bəlkə elə onun huzuruna, fiziki huzuruna yaxçı pul verərdi və o zindicanlığı keçinərdi. Çünki qocalmışdı, farslar da onu qovmuşdular və Döktür Bəlahəni, mən özümü dedim də, əvvəldə özümü misal vurdım. Mən İranda olanda farslarla işlirdim. Azdan çoxdan pul qazanırdım. Yəni, pul qazanırdım, hər halda bir pul qazanırdım da. Sonra gəldim Təbrizə, Təbrizlilərə işlədim, Təbrizlilər heç birisi mənim pulumu vermədilər. Şəmsi Təbrizə işlədim, pulumu vermədi. Nə idi o? Əhrar adında bir məcəllə var idi, ona işlədim 3 ay falan, mən ona bir 18 şumarə təhd yazdım. Yəni, o 18 şumarəyə hər kəs müraciə eləsə, o mətləblərin ki, aldığında yazarların adı var, o yazarlar olan göndəriblər, o onlarındır. O mətləblər ki, adında ya mənim adım var, ya ad yoxdur. Onların hamısı mənimdir. Yəni, həftədə fikirləyin ki, məsələn, neçə səhvə orada mətləb çıxırdı, agəhilərdən sonra. Hamısını təhcanına yazırdı. Amma Əhrarın müdürü sonra mənə dedi ki, mən sənə pul vermirəm, əlində hara ucadı, get qoyuram. Mən getdim vizarətkarda şikayətçi elədim. Yetişmədilər və cavab da vermədilər. Çünki o Əhrarın müdürünün də məsulunun qardaşı idarə ittilaatda harada işləyir, bilmirəm, Əli, yəni yuxarıdır, pulu vermədi. Yəni, belə bir şey. Necə ki, məsələn, mən o zaman ki, Ruznamə Səlamdan ixrac oldum və getdim, neçə Ruznamədə işlədim. Bir də Ruznamə çıxacaqdı, adı Milliyun idi, fikir edirəm. Milli məzhəbilər çıxacaqdı, millilər çıxacaqdı. Getdim, orada bir ay orada işlədim, sərbazçılığa gedirdim. Elə həman paltarına gəlirdim, gedirdim sərbazçılıqdan, gedirdim Ruznamənin dəftərində. Bəzən üstdəki paltarı çıxadırdım, elə atdakı olan köynəyimlə işlirdim. Bəzən də elə bununla oturdum, işlirdim, hamı bilir ki, mən sərbazçılıqdan gəlirəm, dərəcəm də var idi, Sutvanda oydum və gəlirəm, orada otururam, işləyirəm ki, pul çıxadam. O, məsələn, pul vermədi, hamı pulunu aldı, mənə vermədilər. Sonra getdim Zən, Haşimi Rəfsəncani'nin Ruznaməsində 1-2 ay işlədim. Oradan da buracan, hətta dadgahı da şikayət eləmişəm, yüzlər dəfədə yazmışam, hala oradan da pul alamamışam. İstəyirəm bunları deməkdən deyəm ki, biz o zaman ki işlirdik, fars dilində işlirdik. Fars dilisində işləməsəydi, mən çörək çıxıdanmazdım. Bəlahəni də işləməsəydi çörək çıxıdanmazdı və minlər nəfər mənə dayı, onlara dayı. İlla bu ki, gərək məsələn biz xüsusi işimiz olayıb işləyirdik. Yəni məsələn, döktür olsan, oturarsan mətəbbində
bir məqalə də yazsan, yazarsan. Amma o zaman sən bir ruznamenigarsan, ruznaməlikdən və özgə işləməkdən pul çıxadırsan və o fars dilidir. O cürdən də ki, türkçü mediada yazmışam. Məsələn, deyək ki, Amerika səsində, türkçə, Azərbaycan türkçəsindəki bərnaməsi var, orada yazmışam. Məsələn, mən Radio Fərdada işləyəndə ayda $4000 da alırdım, elə farsçasına, hətta Kanadaya gələndən sonra. Ərz edeyim xidmətinizə, Radio Amerikaya az-çox biraz alırdım. Üst-üstə mən ayda $8000 bu fars mediasından kollən pul çıxadır. Yəni Radio Amerika olsun, Radio Fərdə olsun, nə bilim, ora olsun, bura olsun, hududən $8000 pul çıxadır. Türkçü mediaya keçəndən sonra, yəni Amerika səsinin türk mediasından keçəndən ayda $1200 alırdı. Cunas TV-yə gedəndən sonra əvvəldə 4500 aldım, 3-4 ay, 5-6 ay, 1 ilə yaxın ya 1 il bu cürsü yaxçı aldım, yaxçıda keçindim, full time işlirdim. Sonra mənə dedilər full time işləmə tamam $2000 verəcəyik. Sonra da oldu $1000, sonra da vermirik. Gedirsən, get, qalırsan, qal. Mən son 2 ili də Cunas TV-də 1 sent almadan, hətta Cunas TV hamıya vəsail alar. Məsələn, radio birinə kompüter lazımdır, printer lazımdır filan. Bunların hamısı Cunas TV alar verər ki, insanlar rahatca eləyə bilsinlər. Yəni Cunas TV-nin sərmayəsi ilə başlarlar. Bunları mən özüm almışam. İlla ki, mənə 1-2 dəfə mikrofon alıblar və pərdə alıblar. Arxaya soralar ki, pərdə vurdu. O pərdənin $250 da onun pulu idi. O cür bir şeylər alıblar. Ondan sonra qalan hamısı kompüter filan zat özüm almışam. Yəni Cunas TV-yə. İstəyirəm deyəm ki, yəni biz türk mediasında pul yoxdur. Fars mediasında, biz də İranda dərs oxumuşuq, fars oxumuşuq. Və bu savadımızdan çörək çıxardırıq. Mən indi 4 aydır burada yatıram, təsadüf eləmişəm. Yəni, Cunas TV ilə işləyə mən treli sürürdüm. İşləmək heç eybi deyil, utanmağı da yoxdur. Çox da belə cəsarətlə elan edirəm ki, mən Cunas TV-də işləyərkən pul almırdım Cunas TV-dən və treli ilə işləyirdim. Və çörəyimi oradan çıxadırdım. Eyni halda da hər yerdə olsaydım, çalışırdım ki, şənbə günü özümü yetirəm evimə, elə burada evə, gedəm studiyoma ki, otağımın birini eləmişim studiyo, orada oturam, bərnaməmi icra eləyəm. Düşündüklərimi millətlə ortaya qoyam, onlar da indi ya mənlə müvafiq, ya müxalif, eşitsinlər, bir müxalif səs heç olmasa eşitsinlər, bir taza bir səs eşitsinlər. Buna görə çalışırdım. Amma indi 4 aydır mən təsadüf eləmişəm, burada yatıram. Nə bir türk mediası, nə filan, heç kəs bizi saymaz. Yəni, salam əleykim, gəlib bu 2 qran sənin evimin vamı vardı, verəcəksən, yemağın var, işmağın var, filanın var. Bu cür bir şeylər olmaz. Yəni, bizdə yoxdur. Xoşbəxtlərinə bizim dostlarımız, bunu demirəm buna görə ki, yox, əlimə kasa götürüb dilənmirəm. İstəyirəm bir döşkür bərahəni, mən ya bizə tay adamlar ki, savadları ilə çörək çıxadırlar. Bunlar o kitabı ki yazır, onu gərək sata. Onu gərək alarlar, oxuyələr, o satışdan pul qazanar. Türk dilində kitab satılmır. Niyə? Çünki Türk dilində dərs oxumamışıq. Bizim 30 milyon, 40 milyon İranda türk var. Azərbaycan türkü ilə, Türkiyə türkü ilə, o birisi türklərində biz qərtir rabiti yox. Niyə? Çünki onlar yazdığını biz oxuyamırıq, biz yazdığımızı onlar oxuyamırlar. İndi mən farsça yazıram, türkçə oxuyamayacaq. Azərbaycan Cumhuriyyəti oxuyamayacaq, bizim öz millətimiz də oxuyamayacaq. Çünki fəqət bunlar fars oxuya bilirlər. Türkçə, mən ələb əlifbası ilə yazsam oxuyamayırlar. Mən də latin əlifbası ilə yazamıram ki, türkiyəllər və Azərbaycan Cumhuriyyətində başlapsın. Çünki o zaman bir fərhəngidir. Çünki siz hər mətni Təbriz dili ilə ya Ərdəbil ləhcəsi ilə yazsaz, Azərbaycan Cumhuriyyətini ya da Türkiyədə başlapmazlar. Çünki orada məsələn, rus sözləri, elmi sözlər bir şeydir. Burada elmi sözlər bir şeydir. Biz İran deyən məmləkətdə farsça oxumuşuq, indi türkçə elmi məqalə yazanmırıq. Çünki əsən bunun
beysin bilmirik. Yəni bilmirik ki 2 ilə 2 əlavə 2 müsavi 4-ü nə cür deyərlər türkcə. Təbii ki biraz indi öyrəşmişik, amma bunu elə bu deyil ki tək. Bu misal vurdum. Biz indi istəyirik ki məsələn bir dana bir cümlə gətirək. Mən yadıma gəlir məsələn dostlara mən o zaman Azərbaycan radiosunda işləyəndə türkcə xəbər verəndə dostlara təbrik buradan dostlara söz lüğətşünasdır Azərbaycanlılara. Danışmışıq mən məsələn gündə xəbər yazıram türkcə. Mənə bunun farsçası lazım deyil. Bunun türkcəsini mənə deyin. Mən bunları yazırdım, göndərirdim. Adam bir həftəyə bir xəbər. Mən yarım saata gəlib xəbəri verim, amma o bir həftəyə onları mənə deyir ki, məsələn atəş nişanı farsça, bunun türkcəsi budur. Od söndürücü. Biz onun üçün türk mediadan pul çıxara bilməzdik. Biz türk farsça oxumuşuq. Onlar ki farsça oxuyublar. Bunlar fars, məsələn müəllimlər. Müəllimlərin bir çoxu ədəbiyyat-ı farsı müəllimi. Türk dili mümkün dərs deyə bilməyəslər. Təbii ki bir türk eləyə bilər, bir dənə müəllim çox səri türkünü öyrəşər, çox səriyə türkünü deyə. Məsələn bir həftədə türkünü həm öyrəşər, həm deyə bilər dərsi. Necə ki bir dənə besavad adam 2 günə türkünü yazıb oxumağını öyrəşə bilər. Biz sadəcə çətinlətməyək. Yoğun hərf səslər, nazik səslər, nə bilim, filan, bunlardan danışmıyıq. Gələk deyək, əlifba bunlardan ibarətdir, kəlməndə belə yazılır. İnsanlar çox rahat eləsək, rahat öyrəşərlər. Amma bununla, bu əlifbanı öyrəşməklə, ya bu dili öyrəşməklə elmi məqalə yazanmarıq. Çünki elmi məqalə yazırsan, ya xəbəri məqalə yazırsan, ya bir roman yazırsan, və ya bir şeir yazırsan, gərək onu bir dildə yazırsan, bir ləhcədə yazırsan ki, onu türkiyəli də baş tapa eləyə biləsən, türkiyədə satasan, pul qazanasan. Yoxsa İranda fars dili oxuyub türkiyəlilərlə danışa bilməsən, yaza bilməsən. Bərahəni mən özümü deyirəm, Bərahənidən difa edirəm və bir də türklər tanırım. Çünki bunlar da mənə tay, bizə tay. Məcburdular farsça yazılar. 2 dəlillə. Bir bu ki, çörək oradan çıxır. Türkçə yazsan satılmır. Çünki alıcısı yoxdur. İran deyilən torpaqda türkçə, ərəb əlifbasında türkçə yazsan, latin əlifbasında türkçə yazsan oxunmaz. Ya da az oxunar. Məsələn, deyək ki, mən ərəb əlifbasında, latin əlifbasında məqalə yazıram. Stratejik məqalələr, ciddi deyirəm. Bunu yazmışam, qoymuşam webloguma. Keçən 8 ildə onu 6 nəfər oxuyubdur. O halda ki, mən bir dənə məqalə yazanda, stratejik məqalə, fars dilində həman məqaləni yazsam, heç olmasa 2000 nəfər oxur. Düzdür, stratejik məqalələrdə yapılanda mənim ehtiyacım yoxdur bunu 100 nəfər oxuya. Mənim ehtiyacım var bunu 2 nəfər, 5 nəfər oxuya. Düşünək. Çünki bu 5 nəfərin marağı üçün yazılıb bu məqalə. Bu məqalə yazılmayıb ki, küçədə hər kəs ki, filandı gəlsin bunu yazsın, oxusun və altında da komment yazsın. Yox, bu ondan ötürü yazılmayıb. Mən məqalələrimin çoxun Instagramda dostlarım üçün, hamısı üçün yazmıram. Bunların içindən 3-ü, 5-i oxusa mənə görər. Çünki mən bir dana gölə daş atmaq istəyirəm. Məsələn, mən Günaz TV-nin ən son zamanlarda Günaz TV-də işlədim. 9 ay yarım şöstəşuyə məğzi farsça, türkcə İngiliscə brainwashing, türkcə beyin yıxamaq bəhslərin yola saldı. İndi görürəm, yavaş-yavaş bu yola düşür. Bizim insanlarımız bilirlər ki, manqurdla bunun nə fərqi var? Manqurtluq bizi şey eləyə bilməz. Biz fəqət insanlara söyüş kimi işlədirik manqurdu. O halda ki, şöstəşuyə məğzi, yəni bu ki, mənim özümün beynim yuyulubdur. Tohin deyil o birisinə. Şöstəşuyə məğzi, yəni bizim hamımızın beynimiz yuyulubdur. Bizim heç birimizi döyüb, şikəncə eləyib, yadımızdan çıxatmayıblar ki, yadımızdan çıxmayıb ki, bizim dədəmiz türk idi, nənəmiz türk idi. Biz mədrəsələrdə müəllimlərlə, kitablarla, danışqahla, ruznamə ilə, məcəllə ilə, teatrla, sinema ilə, musiqi ilə, bunlarla yaddan çıxatmışıq. Biz dilimiz gündə işləmədiyi üçün gündə bir fars söz qoymuşuq üstünə, türk söz silinibdir. Məsələn, bir zaman biz dədələrimizə qağa, ağa deyirdik. İndi hamı baba deyir. Demirəm baba demək pisdir, yaxçıdır. Amma baba gəlib oturub dədənin yerinə, qağanın yerinə, ağanın yerinə. Bunu istəyirəm. Bir zaman deyirdik ki, məsələn,
duz günü, süd günü filan işi görərciyik. İndi deyirik ki, məsələn, şənbə, yekşənbə, doşənbə. Məsələn, biz zaman deyirik ki, gedirik balıq alaq, indi deyirik ki, mahi almağa gedirik. Bu, mahi almaq, mahi sözü gəlib də oturub bunun yerinə. Gün çıxıb, deyirdik, indi deyik, xorşid çıxıbdır. Ay batıbdır, deyirdik, indi deyik, mah, məsələn, batıbdır. Bu ki, deyilir, yəni bu ki, türk dili günü-gündən işlənmədiyi üçün yerinə radio, televizyon, mah sözün soxur. Biz burada brainwash oluruq. Gündə bir kəlmə, iki kəlmə itiririk. Bir onu görürük ki, türkçü danışmırıq. Mən yəni hətta türkçü dostlarımızın, türk danışan dostlarımızın bəzi sözlərinə qulaq asırım, görürüm ki, türkçü danışmır. Cümlə quruluş, cümlənin quruluşu türkçü deyil. Kəlmələr ki, işlədir, türkçü deyil. Mən müxalif deyiləm ki, hər halda. İstədim bunu deyəm ki, Döktür Bəlahəni əgər farsı yazıbdır, çünki zindecanlığına bağlı idi. Döktür Bəlahəniyə türk danışqahlarından heç birisi aparıb demədilər ki, ayda 5.000 dolar, 3.000 dolar verək, bu da dərsdir. Amma İngilisi danışqahlarda azdan çoxdan yenə hərdən bir dərs deyirdi, bir pul alırdı, geçinirdi. İstədim bunu deyəm, bizim arxamızda dostlar, güc yoxdur, pul yoxdur. Biz məcburuq yaşayaq. Və o birisi tərəfindən də dili seçirik. Yəni mən hangi dilinə, millətimin çoxu ilə danışa bilirəm. Dedim, Türkçe yazıram, 4 nəfər, 6 nəfər oxuyur, 6 illə. Stratejik məqalədir. İngiliscə yazmışam, İranlı heç kəs oxumayıbdır. Mənim bir dənə məqaləm vardı. The Tomorrow of Iran will be bloodshed. 2007'də ya 2008'də yazmışam, saf olubdu Amerikada. İranın sabahı qanlı olacaq. Niyə qanlı olacaq? Çünki farslar türk. İttifaqən o gün ki, bununla məqaləni mən farslara mərif elədim ki, mən İngilisi başarıram, mənim köməklik eləyin gedim danışıqda stratejik dərs oxuyayım. İstəyirdim gedən fövq lisans və doktoramı stratejidə oxuyayım. Kanadada fəqət bir danışıqda var ki, qeyri-nizamilər, orada olmayanlar da gedib orada oxuya bilərlər. O da Alberta iyalətindədir. Mən istəyirdim gedim dərs oxuyam. O danışıq, o college danışıqda ki danışırdım. Onun rəisi də bunu deyim, erməni idi. Amma Təbriz ermənisi idi. Yəni deyək ki, türk erməni idi, belə deyim. Bu erməni məni tanırdı. Mənə namə yazdı, özü e-mail göndərib, e-maili də qalır hala. Yazdı ki, sən bizim danışqahımıza gəlsən, bizə bir sərvətsən. Amma məndən əlavə ki, səni burada referens verəcəyəm sənə, təyid eləyəcəyəm ki, sən bu riştəni oxuya bilərsən. 2 nəfər də səni təyid eləsin. İttifaqən birin Radio Fərdanı, o zaman mən Radio Fərdada taza çıxmışdım, qeytmişdim Radio Fərdadan, Czech Republicdən qeytmişdim, gəlmişdim Torontoya. Onun sərdəbiri ilə danışdım. Mənə dedi ki, göndər gəlsin, görüm ingilisini yaxşı olsa mən yazaram ki, sən bu işləri başarırsan, eləyə bilərsən. Göndərdim. 24 saat sonra mən o zaman Fars mediasında 4 yerdə işlirdim. Və hərəsindən ən azı 2000 dolar alırdım. O cümlədə bir dənə mərkəzi hüquqi bəşərdə işlirdim ki, hər kəlmə ki tərcümə elirdim, 19 sent alırdım. Yəni, məsələn, salam be şoma. Salama da 19, beyə də şumaya da 19, hərəsindən 19 şey alırdım. Yəni, 4 kəlmə tərcümə eləyəndə üst-üstə bir dənə $1 pul alırdım. Və mənə yaxşı olurdu. Ayda 2 dənə tərcümə eləyəndə 4000 dolar, 3000 dolar pul çıxadırdı. Amma bir həftənin içində tamam o medialar ki, farsı məndən işləyir, hamısı mühasirə elədilər. Necə dedim, İranda salamdan sonra mühasirə oldum, mən 2-3 il işsiz qaldım. Yəni, ömrümü İranda işsiz qaldım. Mən ta ki, Radio Fərdiyə işlədim. O da çox az bir pul göndərirdi mənə. Özləri yiyirdilər hər halda. Bir pul vermirdilər mənə. Və bilmirəm də kim göndərirdi, necə göndərirdi, niyə az göndərir. Amma məsələn, bilirəm ki, az göndərirlər. Çünki xəbərin biri 90 dolar idi o zamanlarda. Və mən ayda məsələn 15 xəbər versəm, hududən ilərdi 2000 dolar yaxın bu pul elərdi. Ya 1500 dolara yaxın pul elərdi. Və bu mənə gəlmirdi hər halda. Yəni, mənə bir ayda 100 dolar, 150 dolarsa pul gəlirdi. Məsələn,
və mən onun da üstündə zindana getmişdim. Cəlibdir. Sonra da gəldik Panfarslarla, Panfars və Fan İrəlistan Radio Fərdədə hətta məni bir restorana çağırdılar və orada məni döyməyə çalışdılar. Sonra da hər halda mən oradan getdim, gəldim Kanadaya və istədim ki, bu dərsi oxuyam. Göndərdim bunu. Onda sərdəbiri dəyişmişdi. And içmişdi ki, mən sərdəbir olsam səni gətirirəm bura. Amma sonra ki, mən bunu göndərdim ki, tamam gəlcəklə şey elə. İndi də sərdəbirdir. Əgər iştibah eləməsim, indi elə orada sərdəbirdir. Bir yol adı yadıma düşdürəm. Radio Fransa'dan gəlmişdi hər halda. Beləsi deyim ki, yəni bir zaman şey olsa, dostlar bilsinlər ki, kimdir. Radio Fransa'dan gəlmişdi. Mən bu məqaləni ki, The Tomorrow of Iran Will Be Bloodshed, bunu göndərdim o adama və bir həftənin içində tamam Fars mediasında olduğum işlərin hamısını əldən verdim. Getdim Radio Amerika səsində ayda $1200 işləyirdim. Və sonra da getdim, istəyirəm bunu deyəm ki, yəni Dörtgür Bəlahəni bu pulu çıxartmağa məcbur idi. Eyni halda da dili seçməyə məcbur idi. Yəni dedim, Latin əlifbası ilə yazsaydıq Türkiyədə bəlkə satılardı, amma Güney Azərbaycanla biz danışmaq istəyirik. Güney Azərbaycanlılar türkcəni ərəb əlifbası ilə də başarırlar, farsça başarırlar. Mən yazanda niyə farsı yazıram? Buna görə yazmıram ki, fars fərhəngi güclü olsun. Çünki farslar onun əslini oxumurlar. Çünki o bir dəfə mənim alnıma möhür vurub ki, İnsafəli Hidayət Təzyiq Tələb, Pani-Türk və Ziddi İnqilab, nə-mənə bunu vurub bura. Da mənə baxanda elə bu İnsafəli Hidayət oxumayın bunu. Hətta mənim burada bir accountant ilə hesabdar var idi, o mənim maliyyatımı da öldürərdi. 2019-da danışdıq telefonla, bu Covid gələndə. Dedi ki, göndər gəlsin, doldurum. Şumallı bir, yaxçı bir insan idi. Cəlibdir, göndərdim, getdi, bu doldurmadı. Mən 1-2 ay bundan qabaq gördüm, o dövlətdən kağız gəldi, sən maliyyatı doldurmamısan falan ilə, doldur. Da adama da zəh vurmadım. Niyə? Çünki adam elə bir dəfə burada damğanı görür da, burada bir damğa vurublar, möhür vurublar. İnsafəli Hidayət, Ziddi İran, İstiqlal Tələb, Pan-Türk, Fudan Bəhman, biz bunu niyə köməklik eləyək? Yəni, niyə işlərin, hətta pulumu alıb işin görəcək. Amma orada, məsələn, mən indi dövlətin yanında getmişəm, burası qaçmışam maliyyatdan. İstəyirəm düzür deyəm ki, yəni, bu vəziyyətdə, eyni halda mən istəyirəm bunu yazam, 4 dənə Azərbaycanlı bunu oxuya ayıra. Bunun üçün istədim fəqət deyəm ki, Dörtgür Bəlahəninin kitabların farsça yazmağın 2 dəlili var. Bir pul çıxartmaq dəlilidir. Bir də Azərbaycanla Azərbaycan tarixindən və fərhəngindən, kültüründən demaqdır. Ruzhay Duzəxiyə Əyaz məsələn güya ki, çap olub. İnternetdə var qoyublar, amma çap olmayıbdır. Ya bir də Ruma. Özü deyir ki, mənim fəqət bir kitabım istisna, qalan kitablarımın hamısı Azərbaycan mehvərli yazılıdır. Və mən burada onun təəssübünü görmüşəm türkçəyə. Təəssübünü görmüşəm türkçəyə və türkü danışmağa. Hətta biz bir cələsədəydik, bayram cələsəsi idi, dostlarımızın bir farslar. Yaxşı dostumdur. Saxtımanlarında bir yeri icarə eləmişlər, salonu icarə eləmişlər və orada biz cəşn keçirdəcəkdik. Əgər iştibah eləməsəm, Əkbəri Gənci gəlmişdi, iştibah bunu eləmirəm, mən idim, bir çox adamlar gəlmişlər ora, hamısı yazar və siyasi. Yəni bu həddə. Məsələn, Əkbər Gənci bir daha Coç dedi, Türk Coç. Dörtgür Bəlahəni gülmədi heç, o əvvədarı da başında çox belə təzəblə çöndü qeyddi. Və mən özüm şəxsən deyirəm, mən o gün öyrəşdim ki, lazım deyil mən farsı razı salmaq üçün onun göçünə cürəm. Mən də o zaman qeyddim. Dörtgür Bəlahəniyə tay mən də mısmırığımı salladım, qeyddim bu tərəfə. Yəni ki, ev sahibini təbii ki, demədik, bu nə işli görürüz, amma hamımı gördü ki, vəziyyət çox xərab oldu. Onlar da çalışdılar, elə Əkbər Cəngi falan da çalışdılar ki, yuvalar bunu, yox bizim qəsdimiz tohin dəyildi, falan dəyildi, çox budur falan, amma olmadı. Hər halda ruhu şad olsun və dostlar, sadəcə buna ki, bir nevi, məsələn bu günləri bir şey paylaşmışam, bir dana yazı gördüm dostlardan, Əlirza Fərşi cənabları bir yazarımızın, türk yazarımızın yazısını qoyub ora. Mən də oradan həm yaydım o yazını, həm də ki, özüm onu xülasəsin 2 cümlədə yazdım, qoydum Instagrama ki, dostlar görsünlər. Amma dostların, mən əgər bunu oxusam ki, dostlar buna nə yazıblar, bəlkə dostlar şey olarlar, yəni
biraz görərlər ki, mənim dediyim nədir və nə tür bizlərin çoxumuz çox aşağı səthdə düşünürük. Yəni mən burada təbii ki, mən və heç kəs Döktür Bəlahəndən difa eləmək haqqımız yoxdur. Çünki Döktür Bəlahəni bir günəşdir, İnsaf Əli məsələn bir şəmdir. Fərqi buradadır. İndi məsələn burada o dostumuz ki yazıbdır, Salar Əbdidadır. Özünün yazıldığından ki, Əli Fərşi cənabları yazıb qoyub ora, mən də ondan yazdım. Özü deyib ki, mən 45 dana kitab yazmışam fars dilində. Və bir çox təhqiqatım var ki, fars dilində yarımçılıqdır. Amma bu günləri gördüm ki, rəhmətlik Döktür Bərahini yazıbdır ki, mən 8000 səfər fars ədəbiyyatına fəqət farsca yazmışam, amma mənə deyiblər Türkə xər və mən indi inanıram ki, mən xərəm ki, bu farsca yazmışam. Bizim hankimiz bu nöqtəyə yerləşmişik. Və sözümüzün keçəri nə qədərdir? Yəni, Döktür Bəlahəni vaxtı bu sözü deyir, fars dünyası çalxalanır. Diqqət buyurun, biz əgər Döktür Bəlahənini mənimsəməsək, sabah bir gün farslar bunu 8000 səfiyyə dayanaraq mənimsəyəcəklər. Deyəcəklər ki, necə Əbu Reyhan Biruni, İbn Sina filan tamam tarixdə olan bir qeyrə Sədi o Hafizi bunlardan çıxın ki, bunlar farsdılar. Ondan sonra nə mənə var siz görsəz, hamısı türkdür ya ərəbdir. Amma bunlar özlərinə çıxırlar. Bizim İrani deyə yazırlar. Bunu da sabah bir gün yazırlar. Nədir? İrani. Amma bunu biz sıxmalıyıq. Dostların yazdıqlarına mən baxsam, 10 dana komment, 2 dana mən yazı qıssa yazıb paylaşmışam. Fəqət istəyirəm bu kommentləri oxuyam, görəsiniz ki, dostlar, bizim dostlarımız nə qədər dayaz fikirləşirlər. Dayaz dərinin qabağındadır. Ayaz da qaranlığın qabağındadır. Çox da işıq olmaz əlbəttə. Ayaz amma işıqdır. Dostlarım bir yazıb ki, bu kimdir təzə ayılıb? Yəni, bu dostumuz ki, 45 kitab yazıbdır, farsca. Bir adam ki, bir sətir yazmayıbdır, fars dilində ya türk dilində. Bir məqalə yazmayıb. Yazdığı budur, bu kimdir təzə ayılıbdır? Yəni, niyə ayılıbdır bu adam? Dediği budur. Əvəzin ki, deyək ki, nə gözəl ki, sən də bizə qoşuldun. Bizim başımızın tacı oldun. Bizim sənin kimi insanlara ehtiyacımız var. Əvəzin ki, bunlardan yazır ki, ötürüb yazıb bunu. O birisi yazıb ki, yaxçı biraz tez ayılıbsan. Yəni, bu sözlərin qabağında mən nə deyim axı? O birisi yazıb ki, Salar, ehtimalən yazılmış salam, yazıb Salar. Salar qardaşım, özgə çırağına yağ olun yazıb, ya olun yazıb əlbəttə, daha ölən yazıbdır. Salar qardaşım, özgə çırağına yağ olun. Yəni, Salar Əbdiyə yazıbdır da ki, Salar Əbdi, özgə çırağına siz yağ olmağa... Axı, bu nə cürdür? İnsanların niyə bir belə Azərbaycancı olmaqlarından qorxursunuz? Niyə türkçə olmaqlarından qorxursunuz? Niyə bu qədər biədəbsiz? Niyə bu qədər bimərifətsiz? Niyə bu qədər panfarsız? Bunların hamısı brainwash olmaq sözləri. Baxın, bunlar ki, deyirəm, oxuyuram ha. Bunların hərəsi, yəni brainwash. Bu adam brainwashdır. Bu adam əvəzin ki, deyək ki, mən çox sevinirəm. Mənim şəxsən əlimdə olsa, dostlar, yəni əlimdə pulum olsa, o Mərağəli Əbbasi ad cənabları vardı ki, Mevlananı, Nəhcül Bəlağəni pulanı çevirib türkçəyə. Mənim əlimdə olsa, bu adama aylıq bağlaram. Aylıq bağlaram. Ayda 10 milyon tümən bu adama aylıq bağlaram, deyərəm, bu adam burada yesin. Bilirik ki, mərizliyibdir, velçer üstündədir. Mənim əlimdə olsa Döktür Bəlahəni kimi insanlara, Salar Əbdi kimi insanlara aylıq bağlaram, imkanım olsa. Ki, işləsin Azərbaycanda. Çünki bu adam gəlib bel vursa, axşam gəlib yaza bilməz ki. Bu adam mənə təcəssə tireli sürsə, axşam gəlib iş görə bilməz ki.
Mən dünən İsrail Günnaz TV-dən çıxan uşaqlarla danışırdım. Gördüm ki, hamısı çıxıblar Tireliyə, ora-bura heç birisi yazı yazamır. Brainwash'ı siz bu cümlələrdə görün. Bir ayrısı yazıb ki, Fars səhyonist, qavpərəst, Hindi, əşirəi, rah əst, terörist əst, Türk setiz əst. Bunun nə rəbti var bu Salar Əbdinin bu cümləsinə? Bir ayrısı yazıb bayat be Salar Əbdi şeir-i Şəhriyar ra bexanım. Diqqət buyurun, görün ki, nə deyir? Amədi canəm be qurbanət vəli halatəra. Gəlməcinə qeyd. Brainwash budur. İnsanlar mənfi görürlər. Amma Əhmədinəcad bir cümlə danışsın, Xameneyi bir cümlə danışsın, çıxacaqlar. Dünənləri baxırdım, mən baxmaram normalda, canlı layvlara baxmaram. Normalda illa ki tanıdığım bir milli insan ruhu bu adamda görəm. Az da olsa, milli ruhu olsa qulaq asıram. Hətta ziddi Azərbaycan da olsa qulaq asıram. Amma lümpənlərə qulaq asmıram. Lümpən insana qulaq asmıram. Bir cümləsində də təşxis edirəm, bu adam lümpəndi ya yox. Mənim belə bir özümə bir meyarım var, ölçüm var, ondan ölçərəm. Əgər bu ölçüdə olmasa deyərəm bu adam lümpəndir. Lümpənliğin biri budur, brainwashlığı bilməməkdir. Mən nə edirəm ki, Azərbaycancılıqdan, Türkçülükdən insanları uzaqlaşdırıram. Bu həm brainwashdır, həm də lümpənlik. Çünki brainwashlıq insanları lümpən elər. Əvvəl adam brainwash olar, beyni yuyular, beyni değişilər, sonra lümpən olar. Bunlar bir-birini doğar. İndi o birisi kommentə baxaq, görək orada nə yazıblar. Orada da yazıblar, orada da görək neçə dənə, orada da 2 dənə komment var. Görək ki, bu tazadır. Bunda nə yazıblar? Ha, yox, bu ayrı bir şey. Düz istəyirəm. Bu elə onu qoymuşam. Orada buna yazmayıblar. Bu çeçənə görədir. Bu da calibdir. Elə bunu da deyim, sonra kitabı baxaq. Bu günləri Ələmi cənablarından bir qısa yazı oxudum. Instagramda paylaşmışdı. Mən də təsadüfi gördüm, oxudum. Əlbəttə Ələmi o adamlardandır ki, bu adam inanıram ki, yalan danışmaz. İnanıram ki, pul üçün danışmaz. İnanıram ki, özünü satmaz. Ələmi o adamlardandır ki, ac qalsa da özünü satmaz. Belə inanıram. Dörd Gülbəra hani ac qalsa da özünü satmaz. Bunu da inanıram. Zindanında çəkib, çətinliyində çəkibdi, xanımısı işləyibdi, xanımısından bəlkə cib pulcu alıbdı, amma Dörd Gülbəra hani o adamlardan ki, özünü və qələmin satmadı. Mən çox az adamı tanıram ki, qələmin satmaya, düşüncəsini satmaya. Onlar ki, bizi yanlış yönləndirələr. Yönləndirmək hidayetkərdən, rahnumayikərdən farsça, ərəbcə. Hidayət də fars, ərəbcədir, rahnumayı da ərəbcədir, rahnumayı farscadır. Kərdənlər türkcədir, farscadır. Bir yol. Yönləndirirlər. Məsələn, mən bir zaman taza gəlmişəm Kanadaya, dostlarla internetdə tanış oluruq, danışırıq filan bəhman. Dostlarım bir deyir ki, filan kəsi tanırsan, adını deməyim. Dedim ki, yox, tanımıram. Fəqət eşitmişəm ki, filan bir də bu adda bərnamə televizyonda icra eləyib, farsların televizyonunda filan bəhman. Dedi ki, adam güclü adamdır, ağıllı adamdır, pullu adamdır, istəyir Azərbaycana bir iş görsün, siyasətdə əli vardır, Amerika dövlətinə yaxındır, məclisə yaxındır, senəyə yaxındır, nə bilim, çox güclüdür, istəyir radio açsın, televizyon açsın Azərbaycan üçün, yaxçı sərmayəsi var, istəyir Azərbaycanlılara, pənahəndələrə, filanlara köməklik eləsin. Mən də ki, arzum budur, belə bir adamlarla tanış olan, bunlardan köməklik alaq, bunlara köməklik eləyək. Mən gəldim, bir dənə məqalə yazdım ki, Azərbaycanlılar iqtisadi işlərdə sərmayə qoymalıdır filan. Bu adamın da adını çəkdim ki, bu adam da məsələn bu işdə əli vardı, güya gəlin buna əl verin Azərbaycanlılar, bir bank açın, hər kəs ayda bir 50 dolar, 100 dolar bu bankda qoysun, bu bank güclənsin, Azərbaycan şey olsun. O adamın özü ilə də tanışdıq, adam özü də dedi ki, bəli, mənim nəf quyuları, 2-3 dənə nəf quyum vardı, birini də pulum verəcəm Azərbaycana, xərcim verəcəm kollen Azərbaycana, özüm də Bill Clinton'un xanımısını, qonşusuyam, yəni Bill Clinton'un da, yəni xanımısı da ər-arvaddılar da, qonşusuyam və o da o zaman xanımısı Hillary də vəziri xaricə idi.
Mən onunla görüşəcəm, bizə radio alsınlar, biz radio Fərdanı niyə burada var, niyə nə bilim radio Sədai Amerika var, amma bir dənə Azərbaycan türkçəsində, Güney Azərbaycan türkçəsində yoxdur. Bunlar biz də bunun tamahında ki, buradan biz bir radio əlimizə gələr, bir səsimiz olar, biz də bunu da bilirik. Mən burada məqaləsini yazmışam. Əgər bir dövlət qəbul edir, bizə radio aça, yəni bizi rəsmiyyətə tanıyır millət olaraq, o birisi millətdən ayırır. Yəni əgər bu günləri Azərbaycan türk dilində, Güney Azərbaycan türk ləhcəsində hətta deyək, bir radio açsa Amerika, əvvəl gərək bu dövlətin içində bəhs ola ki, bu İrandan başqa bir millətdir. Ondan sonra bunu aça. Mənim tamami gücüm buyurdu ki, bu dostlarımızı yığam, gətirərlər Amerika dövləti məcbur eləyərlər, Amerika dövləti İranı təciziyə eləyə fikrində heç olmasa, deyək ki, İranda bir millət var, adı Azərbaycan türküdür. Və bunlara biz radio veririk. Kimin qabağında? Təbii ki, Farsın qabağında. Çünki Farslar bunları müdafiə eləmirlər, bunları özlərindən müdafiə eləsinlər. Sonra gördük ki, bu sözlər ciddidir, hamısı yalandır. Bizi burada məni yanlış yönləndirmişdilər. Amma qələmimi yenə də satmamışdım bu adama. Ya o birisinə. Amma adını gətirmişəm. Məqalədə mütəəssifanə ömrümdə iştibah elədiyim nöqtələrdən biri budur. Adını gətirmişəm. Amma hər halda qələmimi satmamışam. Ərz edeyim ki, ondan deyirdim, Ələmi bir dənə qısa məqalə yazıb və orada deyir ki, bir dənə əks də qoyubdu, bir neçə əksi şey eləyibdi, kolaj eləyibdi, qoyub ora, neçə əksi, bir dənə əks alıbdı, qoyub ora. Və deyibdi ki, bir zaman Çeçen mollalarının təbliğatı və dövlətin təbliğatı əsərində Çeçen insanları brainwash oldular, getdilər Hitlerə sərbaz oldular. Bu İranda da oldu. Ələmi bunu demir ki, İranda da oldu. Çünki İranda da Rıza Pəhləvinin, Rıza Palaninin təbliğatı əsərində İranlılar Almancı olmuşdular. Hətta İranın roşən fikirləri Almanda radioda zadda işləyirdilər. Və pan-İranisti məcəllələri Almanlılar çap edirdilər. Bunlar brainwash olmuşdular. Yəni, hökumət mənim məsələn dayımı da brainwash eləmişdi. Çünki mənim bir nənəmin dayısı vardı. Ölünə can deyirlər, Hitler bığı var idi yerində. Və Hitlerçi idilər. Hətta mənim özüm də brainwash olmuşdum. Bir zaman mən özüm də Hitlerdən xoşum gəlirdi. Niyə? Çünki bizə qəhrəman tanıtdırmışlar və biz qəhrəmanı sevərik. İnsanlar dünyanın hər yerində qəhrəmanı sevərlər və çalışarlar ki, qəhrəmana tay davranalar. Bu brainwash'ın əsəridir. Çeçenləri də bu cür eləyiblər, göndəriblər, gediblər orada, Hitlerin yanında durublar, dünya ilə savaşıblar. Hətta İranda bu işlə görüblər. Cəlibdir, deyiblər ki, Hitler şiədir. Bunu dökür Mehdi Mohseniyan Rad Çahar Kəhşişan İrtibatidə kitabında bunu gətiribdir. Sənədini də gətiribdir, əhlini də gətiribdir, onu yazıbdır. Ki, orada deyirlər ki, Hitler şiədir. Mollalar da deyir, dövlət də deyir. Hitler gizlində şiə olubdur və şiə İmam Zəmana hazırlayacaqdır. Onun üçün yəni şiələr Hitlerin dalısında dursunlar və təbii edən Hitlerin dalısında durdular. Çox da adam öldü. Necə ki, Çeçendə deyir ki, bunların beyinlərini güdürlər ki, müsəlmandır Hitler. Hitler İslama xidmət eləyəcək və Çeçenləri göndərdilər ki, Hitlerin yanında savaşdı. İndi də Putinin yanına göndəriblər, həman mollalar. Buna deyirik brainwash. Mən buna bir cümlə yazmışam ki, diqqət eləyin. Nizamilər içi türklər İranda, ərəbdilər, bəluçlar, türkəməndilər, qəşqaidlər, lordular, ciləkdilər, mazənidlər, kürddülər. Bunlar içi İran adında xidmət eləyirlər. Bunların hamısı brainwashdılar. Bunların beyni yıxanıbdır. Çünki bunlar türk əvəzinə, əgər bir dana türk, indi İran ordusundadır, sipahdadır, bəsisdədir, ittilaatdadır, ərteşdədir, hər yerdədir. Bir dana türk əsləhəsini götürə türkün üstünə, ya ərəbin üstünə, bu brainwash olubdur. Bir dana ərəb, sərbaz, ya əfsər, ya dərəcədar, ya timsar, ya hər kəs. Əgər əsləhəsini götürə bir türkün üstünə, ya biri ərəbin, ya bir bəluçun, ya bir tərcəmə, amma farsın üstünə götürməyə, çünki farsının müşkilləri yoxdur. Bu, brainwash olmuş bir sərbazdır. O zaman ki, bu bir dana türkə dedilər ki, türkü vur, ərəbi vur, bəluçu vur, türkəməni vur, qəşqaini vur, loru vur, ciləki vur, kürdü vur, vurmadı.
onda deyəcəksən bu adam brainwash olmayıbdı. Bu adam bilir. Bu mənim millətimdir. Türk milləti mənim millətim. Mən buna güllə atmaram. Mühakimə də olsam atmaram. Buna deyirlər bu brainwash olmayıb. Amma o adam ki, yox mən dövlətin nökəriyəm, mən dövlətin sərbazıyam, mən dövlətin əfsəriyəm, mən dövlətin timsarıyam desə vuracağam, bu adam brainwash olubdur. Və bu xətərlidir. Və bu yazılarda görürük ki, bulardır. Hər halda bu günləri istəmirdim bu qədər danışam, amma danışdım. Mən istəyirəm bu kitabı sürətlə qutaram. Bu günləri 22-ci danışıbdır ki, burada aparıram. Çalışıram ki, bunu 40-da qutaram bu kitabı. Yəni 40 cələsədə bu kitab qutarsın. Onun üçün biraz tez-tez oxumaq çalışacağam. Hər halda kitabı ki, oxuyuruq, adı Hünəri Cəngidir. 99-cu səhifənin əvvəlindən başlayırıq oxumağa. Vuşi deyibdir ki, məsuliyyət یک ارتش 1 میلیونی بر دوش یک تن است. Keçən cələsədə bunu oxumuşam və həmuz ki, نیروی محرکه روحی ارتش است. Dedik ki, bir dana 1 milyonluq ərteşində məsuliyyəti bir dana adamın boynundadır. Ona indi vəziri cəng deyirlər, sipəhbud deyirlər ki, hər nə deyirlər desin, hər halda o başdakı bir fərmandeyi kol var, onun öhdəsində. Və o ərteşin ruhiyyəsinin motorudur. İndi dedik ki, Güney Azərbaycanda hər kəs özün bir timsar görməlidir. Özün bir sipəhbud, özün bir bərahəni, özün bir lider görməlidir və dövlət görməlidir və bu dövləti qurmalıdır. Mən nə cür dövlət quracağam? Onda yəni bu adam brainwash olmayıb. Amma bunu görək ki, mən İrandan difaa edəcəm, Azərbaycan müstəqil olmasın falan, bu adam brainwash olubdur. Əslində bu adam ki, deyir, mən Azəriyə, bu brainwash olubdur. Çünki adam öz dədənənəsindən soruşsa ki, biz kimik deyəcəklər kimsə. Əgər mən bir dəfə də bunu demişəm, yenə də deyirəm, gəlin hamımız oturuq bir dənə iş görək. Nənəmizin adın, yəni məni bir doğan xanım var da, onun adın, onun nənəsinin adın, onun nənəsinin nənəsinin adın yazaq. Görək ki, adları nə fərq edir? Bir 3 nəslin. Öz adımızı da yazaq. Dədəmizi daha belə. Öz adımı yazım, dədəmin adını yazım, oldu 2 nəsl. Dədəmin dədəsinin, dədəmin dədəsinin dədəsinin adını yazım. Olsun 4 nəsl. 4 nəslin adını yazaq, brainwash-ı görək. Görək ki, adlarımız hardan hara gəlibdir. Adlarımız əvvəl türklıqdan gəlibdir. İslama, İslamdan getdi şiəliğə. Fars şiəliyinə, sonra da Fars şiəliyinə getibdir Farsa. Baxacaqsınız, görəcəksiniz ki, məsələn, 100 nəfər bu işi görsün, mən xahiş edirəm ki, hətta bunu bir dana kampeyn eləyin. Kampeyn eləyin, yazın ki, 3 nəslizin dədəs tərəfizdən və nənəs tərəfdən, nənəzin və dədəzin adını yazın. Yəni, elər 16 dana ad elər da, nəhayətdə 16 dana ad elər. 16 dana orada adı yazın. Yazın ki, məsələn, dədədən, yazın ki, dədə tərəfindən, dədəmin adı budur, babamın adı budur, böyük babamın adı budur, cəddimin adı budur. Ondan sonra nənə tərəfindən, nənə babamın adı budur, 4 dənə adı yazın. Nənəmin adı, dədə tərəfindən nənəmin adı budur, nənə tərəfindən nənəmin adı budur. 16 dənə elər. Amma bu 16 dənə adı yazın, sonra bunlar 100 dənə adam yazsa görəcəksiniz ki, ondan sonra bunlar qoyun kompüterə, bunları list eləsin sizə. Deyəcək ki, məsələn deyirəm, qız xanım neçə dənə addı, gül xanım neçə dənə addı, neçəsi, hangi nəslidən? Ondan sonra Kübra, Zəhra, Xədicə, bunlar neçə dənə addı? Fatimə, bunlar hangi nəslidə çoxdur? Ondan sonra görəcəksiniz, gəlibsi Sürəyya, nə bilim, Fars adlarda, nə bilim, Kətayun, nə bilim, bu cür adlarda. Bunlar neçə dənə adı? Görəcəksiniz ki, zaman içində adlar dəyişilibdir. Bunları onda görəcəksiniz, brainwash nədir olmuş? Ya adlarımız nədir farslaşıbdır? Brainwash bu daha farslaşmaqdır brainwash. Bilmirik ki, farslaşmışıq. Amma bunu diqqət eləsək görəcək ki, bizə təbii gələn şey görəcək təbii deyil, qeyri-təbiidir. Niyə belə təbiilikdən çıxıbdır? Çünki brainwash olmuşuq da. Çox rahatca buradan biləcək ki, nə qədər brainwash olmuş. اگر ارتشی فاقد روحیه باشد به نوبه خود فرمانده آن ارتش ایمان خویش را از دست میدهد. Əgər bir millətin ruhiyyəsi olmasa, onun başında oturan adamları da ruhiyyəsi olmaz. Öz-özünə, otomatikman. Yəni gərək millətdə ruhiyyə ola. Biz milyarder deyərik, bizim də hamımız çalışırıq, işdir. Dostları yazıblar, mən sərbaz, biri yazıbdır ki, əgər mən sərbazı getməsəm, yəni ərtəşdə istihdam olunsam, ac qalacağam. Çünki ayrı bir iş yoxdur, mən gərək edəm
filan kəslərə, ayrı adamlara işləyəm. Dostum, dünyada hamı sərmayədar olub öz-özünə işləmir. Mən də özcüyə işləyirəm. Amma buna görə deyil ki, mən deyəm ki, istiqlalım yoxdur. Düşüncəm yerindədir, hər şeyim yerindədir. İranda da yerimdəydi. Dedim də əvvəldə. Mən işləmişəm, 2 il, 3 il işləmişəm, pulunu alanmamışam. Çətin günündən keçirmişəm, uşaqlarımı aparmışam, yığmışam. Mənim 4 uşağım və bir xanımım və bir özüm bir otaqda yatmışıq. Bir otaqda. Bir otaq. Bizim 2 otağımız yox idi. Amma qalmışam. Ölməmişəm, biləqərə çətin keçirmişəm, amma qalmışam. Uşaqlarıma çətin olub, xanımıma çətin olubdu, özümə çətin. Amma olubdu, keçirmişəm. Amma özümü satmamışam. Qərar deyil ki, biz çətinlik olanda özümüzü sataq. Yox da mənim indi... Bir də ki, biz qərarda işləyək. Biz qərarda gedək bir yerdə, özümüzün necə sərmayəmiz yoxdur, işimiz gedəcək birini işləyəcək. Məmulə də dünyanın hər yerində dostlar belədir. O adam ki, əli ilə işləyir, nə deyərlər, əlim işləyir, qarnım aç. Həmişə o pulun dalısın, qaçmalısan. Bir ki, zinə gəlir. O bulaqdan çıxan üçün zinədir. Əl ilə qazanan pul az olar, dostum. Amma sənin, məsələn, 100 milyon nuzula versən, məsələn, nuzulçu olsan, nuzula versən, 100 milyona 30% pul alırsan aydan aya. Yəni, o 2 səncən pul işləyir, 3 səncən pul işləyir. Geçsən, şey eləsən. Fərmanda به مدد ایمان بر کارها مسلط می شود. Əvvəlcə hər adam ki deyir mən Azərbaycancıyam, Azərbaycan yolunda çalışıram, Azərbaycan millət üçün çalışıram, əvvəl gərək buna iman ola. İnana. Mənim Allahım Azərbaycan və Türk millətidir. Əvvəl gərək buna inan. O zaman ki dedi mənim vətənim, mənim Allahım Azərbaycandır və Türk millətidir, onda deyə bilməz ki Türkiyə məndən deyil. Onda deyə bilməz ki, Azərbaycan bir ayrı dövlətdir, mənə nə rəbti var. Onda deyə bilməz ki, Türkmənistan mənə nə rəbti var. Qəzzaqistan mənə. Onda deyir, Türk, yəni biz hamımız bir millətik. Amma buna da inanar ki, bizi bölüblər. Bəs əvvəlcə imanımız olur. Azərbaycana inanaq, millətə inanaq. Hə, indi millət söyüş verir. İndi bizim dostlarımız dedim, yazıblar, komment yazıblar, amma mənim üzərimə hamısı brainwash'dır. Mən özüm də brainwash'am. Mən çalışıram. Amma brainwash'lığıma inandığım üçün hər gün bir qədəm gedirəm qabağa ayrılmağa. Brainwash sistemindən eşiyə çıxmağa gedirəm. Hər gün bir addım, 2 addım bir şeylər taza tapıram. Doğrusu dostlarım bəzisi türkçə yazırlar. Məsələn, ən son şey ki oxudum, dünənləri Əli Rza Fərşidən bir şey oxudum. Qıssa. Dedim, bu kəlmə, söz indi ələn yadımdadır. Amma dedim, bax bu sözü mən neçə ildə axtarırdım, tapanmırdım. Əli Rzadan öyrəşdim. İradı yoxdur biz. Daimən öyrəşəcəyik. Daimən öyrəşəcəyik. Ruznamenigarda bizə bir şey öyrədiblər. Gündə yazı yazacaqsan. Çünki yazı yazmasan, qabağa gedənməzsən. Gündə oxuyacaqsan, oxumasan gedənməzsən. Bizə deyiblər, fars ədəbiyyatı yazırdıq, amma bizə deyiblər, gündə şeir oxuyacaqsan, mən oxuram hala. Gündə yazı yazacaqsan, hala gündə yazı yazaram. Yəni, mən nə cür iş işləyəm, nə cür olur olsun, 18 saatda işləsəm, mən gərək o 24 saatın içində heç olmasa 500 kəlmə yazam, 300 kəlmə yazam. Yazmasam olmaz. Şeir oxuyacaqsan, məsələn, mən bu günləri Dökür Bəlahəninin oğlu gedibdi yanına, Bimaristanda. Biz bilirik ki, Dökür Bəlahəni, Allah rəhmət eləsin, çox uzun zaman qaldı Bimaristanda. Və ailəsi də istəmirdilər, bizlər bilaq gedək yanına. İstəmirdilər, hər halda xoşları gəlmirdi. Ki, məsələn, bilsin, insanlar keçsinlər, o vəziyyətdə görsünlər. Alzheimer tutmuşdu. Alzheimer var, bilirdik ki, Alzheimer vardı. Amma oğlu zadı istəmirdi, insanlar görsünlər, ürəkləri yansın ona. Yəni, rəhm eləsinlər. Yox, o istəmirlər. Sizlər onun o qururun, o bohətin, o ləbədarı ki, belə qoyurdu, biraz da əyri qoyurdu başına, o dururdu beləsi. İstəyirlər insanlar bu ölsə də o cür zehnilərində qalsın. İstəmirlər bunu döşəkdə və o məzlum vəziyyətdə görürlər. Və mən iftixar edirəm bu ailəyə, etiraz eləmirəm, çox da gözəl iş gördülər. Amma gedib dədəsinin yanına dədəsinin şeirin oğul dədəsinin şeirin dədəsini oxumaq istəyir. Və dədə qulaq asır. Amma dədə orada deyil. Bir ayrı yerdədir. Hardadır bilmirəm. Amma oradadır. Binabərin
نظم و آشفتگی، شجاعت و بزدلی صفاتی هستند که زیر فرمان ایمان قرار دارند. اگر ایmanınız olmasa bu 4 tane şey olmaz. Nəzm olmaz, inzibat olmaz, aşufte dağılarsınız, paramparça olarsınız, şücaət, cəsarət, bozdeli, qorxaqlıq. Deyir, bunlar olmaz. İmanla bunlar bağlıdır. İman olsa bunların bəzisi olar, bəzisi olmaz. Məsələn, iman olmasa nəzm olmaz. Biz əslən qulaq asmarıq ki, bu məndən savadı çoxdur, sinni çoxdur, təcrübəsi çoxdur. Elə bu gün gəlmişik, deyərik ki, dostlarım biri 6 aydır İrandan çıxıb gedibdi filan yerə. Mənə zəng vurub ki, ağa, Azərbaycanlar niyə bir yerə yığışamırlar? Gəlin bir cələsə quraq biz bir yerə yığışıq. Yəni ki, bu adam əslində özünə bir vaxt vermiş, qoy mən bir oxuyayım, görüm Azərbaycanlar keçən 30 ildə, 40 ildə, 50 ildə neyniyiblər ki, bu gün Azərbaycan hərəkatı bura gəlib. Şəriət mədarı dövründə Azərbaycan şüarı belə verilmirdi. Nəcür olubdu bu günlərə Azərbaycan şüarı verilir? Bunu birlikdə insanlar yaradıblar. Aclıq çəkiblər, şikəncə çəkiblər, zəhmət çəkiblər, döyülüblər, ölüblər, canlarını veriblər, bunu yaradıblar. Mən bir bunların təcrübələrinə bir baş əyim, sonra da bir bazı oxuyayım, görüm ki, bunlar nə qədər bilirlər. Mən onlardan bilirəm, az bilsəm ölçəşim, çox bilsəm, gedim deyim, tamam, mən də bu qisməti bilirəm. Onun üçün deyir ki, gərək əvvəl imanınız olur. Azərbaycan və Türk millətinə. Ondan sonra, o olandan sonra sizdə gərək onun əsasında nəzm yaranır. Elə dostunuz yazıbdı bunu, nə əcəb indi gəlmirsən? Bu deməyək. Hamımız, hərəmiz bir günə ayılmışıq. Hərəmiz bir günə ayılmışıq. Heç birimiz nənədən doğanda türk doğmamışıq. Yəni türk doğmuşuq, amma türk aydınlığına yetişərək doğmamışıq. İndi taza nəsillər şükür Allaha Günaz TV sayəsində. Mən bunu Günaz TV baxan böyük bir hərəkət idi. Mən mötəqidəm. Bizim yazarlarımızın, sosial şəbəkələrimizin planlarının çox təsiri var idi. Amma %90'ı Günaz TV'nin təsiridir. %10 bizlərin eşitdiyi Günaz TV bizi apardı tamam evlərə. Günaz TV bizi millət olaraq fars televizyonların qabağına qoydu. Biz indi hər yerindən duran istəyir Əhməd Obalı cənablarına həml eləsin. Niyə? Niyə həml edirsin oğlum? Təbii ki, o böyüklükdə, o əzəmətdə iş görən iştibahlar deyilər. Məsələn, biz hər iştibaha görə insanları atarıq və onları ləcənə çəkərik. Mən iştibah edirəm, pis danışıram, əsəbani oluram, bir şey deyirəm. Biri məni bir yalan söz deyir, nayrahan deyilir, doğru söz deyir. Mən də eşikdən alıram məlumatı. Mən adamım da, hamını hiç tanımıram, bilmirəm ki, kimlə niyyətinə mənə xəbəri verdi. Mən də onun əsasında bir mövzeciliyi edirəm. Televizyonla məcburam. Deyəm ki, burada filan şey filan olur. Filan kəs dedilər ittilaat məmurudur. Özümdən demirəm, mən ki, Təbrizdə deyirəm, mən ki, orada deyirəm. Mənə bir nəfər deyir ki, filan kəs ittilaat məmurudur, bu da dəlillərimiz. Mən də gəlirəm, onun üstündə danışıram. Elə fərən də vurmayaq bu adam, sən niyə belə elədin? Tamam, mən özüm də demişəm, yenə də deyirəm, ağa, hər kəsi polis tutsa, desin ki, İnsaf Əli Hidayətə lənət olsun. Hər nə var yıxın mənim başıma. Sizin haqqınızdır. Siz orada yaşamaq haqqınızdır və rahat yaşamaq haqqınızdır. Mübarizədə salın bizim başımız. Mən İnsaf Əli'yi sövmərəm, mən hamı komment yazır. Neyniyim? Allah lənət eləsin, bu adam mənə hey bir şey yazır gözləri mənim pivimə. Özün qutar. Amma bu cür də olmasın ki, elə bir dana mən iştibah elədim, ağaca götürəsi düşəsi canıma ki, sənə Azərbaycancı deyilsən. Əhmədinəcad bir cümlə desə, ona hura çəkəsiz, mən 1 milyon cümlə danışmışam, içində bir dana iştibah eləsən, məni buradan sürgün eləyəsiniz. Abrımı apararsınız. Bu nə tür bir millətçilikdir? Yəni mənim Əhməd Obalı cənablarını deyirəm. Ağa, bu adam hər nə cürdür burada bir televizyon idarə edir daha. Bir belə adamı işlədir, burada bir səs çıxarır. Burada bir aydınlıq gətirir bəzi şeylərə. Yanlışlıq da olur. Mən, məsələn, İnsaf Əli Hidayət bəzi yanlışlıqlar orada aparmışam. Amma aparmışam, biləxərə bildiyim o qədər idi da, neyəcəkdim? Yəni, göydən gətirib danışmayacaqdım. Mən də kitablara baxıram, bu kitablara baxıram, oxuram, buradan bir şey öyrəşirəm, gəlirəm, orada bir şeylər deyirəm. Məni öldürməyəcəksiniz. İştibah edirəm. Bunlar o şey ki, buraya başlayır. Dostlar, bu gün içərisində demək olar kitab oxumadıq, vaxtımız da qutardı.
Qalsın sabahdan bu kitabı başlayaq oxumağa. Elə yenə də 99-cu səhifədən qaldı. Sağ olun, sağ qalın. Yaşayın.